İnanırsan, haçan negativ komment olmur, mənə heç maraqsız olur. Müğənni Samir Bağırov sosial şəbəkədə yazılan mənfi rəylərdən bəhs edib. Bugün TV xəbər verir ki, öz aramızda verilişinə qonaq gələn sənətçi mənfi şərhləri bəyəndiyini deyib. O bildirib ki, bu cür rəylər ona maraqlıdır. Negativ şərhlər maraqlıdır, xoşdur mənə. Bu bizim sənətin ikinci tərəfidir. Mən heç sosial şəbəkədə nəsə paylaşa bilmirəm. Amma istifadə edənlərə deyirəm ki, silməyin, qoyun qalsın. Instagramda göy şairi almaq, bəyəni toplamaq, hamısını orijinal istəyirəm. Mən bunları suyunu almağı xoşlamıram. Hüsniyə Salmanova, Bugün TV. İnanırsan, haçan negativ komment olmur, mənə heç maraqsız olur. Bəli. Negativ olmayanda sizə maraqsız gəlir. Bəli, çünki belə çox belə, mən özünü oyda, mən getdim. Da, xoş. O, maraqlıdır, necə orada sən belə. Bu olmalıydı. Bu bizim sənəti, ikinci tərəf. Mənə çox qəribə gəlir. Sən bu show biznes bilən insan, belə danışırsan, elə bir sən dünən ilk dəfə gəldi, heç nə bilmir, suallar verir. O istəyir biz bunu danışaq. Ondan başqa, mən даже Vüqara xahiş elədim, ən çox o baxır. Mən heç publikasiya ilə paylaşa bilmirəm. Mən deyirəm, silmə bu negativi, qoy qalsın. Mən vəbşi təbii şeylər xoşlayıram. Məsəl üçün, bu göy qaloçka, to, что все, bu belə söhbət oldu, xalq, fərq. Fəxri adı var mı? Xalq artist, əməkdar artistmi? Da, bu mövsümü, amma əslində bu söhbət başlayıb göy qaloçkadan. Instagram tuşda 10 dəqiqə ərzində bunlar verib və pulsuz. Məsəl üçün, ya Instagram like almaq, nə bilim, ya trend olsun, klip, pul yox. Mən istəyirəm, təbii, necə var, hamısı görsünlər. Даже negativ kommentlər mən yox eləmirəm.